İlk növbədə bildiyiniz kimi müəmmalı şəkildə dünyasını dəyişmiş Elgün İbrahimov haqqında mən danışmaq istəyirəm. Baxmayaraq ki, bu yeni bir şürbədən cinayət hadisəsidir. Hələ ki, bununla bağlı istintaq gedir. Və buna görə də mən tam təfərrüatı ilə bu barədə öz fikirlərimi, mövqeyimi sizlərlə hələ ki bölüşməyəcəm. Çünki bildiyiniz kimi istintaq gedir və istintaqın getməsini nəzərə alaraq bu günə olan bir səssizliyi, bir sükutu nəzərə alaraq bir hüquqşünas kimi, bir hüquq müdafiəçisi kimi mövqeyimi sizlərlə paylaşmaq istəyirəm. Çünki mən dəfələrlə burada canlı yayımlar zamanı, canlı müsahibələrim zamanı Elgün İbrahimovun aqibəti ilə, onun düçar olduğu bu hadisə ilə eyniyyət təşkil edən, oxşarlıq təşkil edən bir sıra hadisələri mən diqqətlərə daşımışam. O haqda danışmışam ki, məhz o cinayətlərin üstünün açılmaması, cəzasızlıq tendensiyası yeni cinayətlərin, yeni bu kimi halların baş verməsinə sözsüz ki, zəmin yaradır. Elə Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsi, ölməsi faktı da bu qeyd edilənlərin bariz təsdiqidir. Mən dəfələrlə burada canlı yayımlar zamanı üstü açılmamış cinayətlərlə bağlı, hansı ki onların bir çoxu intihar adı altında qələmə verilib, özünə qəsd hadisəsi kimi qələmə verilib, hadisənin demək olar ki, bütün təfərrüatları araşdırılmayıb. Bununla bağlı mənim iştirakçısı olduğum işlər də olub təbii ki, iştirakçısı olmadığım işlər də var. Hansı ki, yenə deyirəm, mən tam əminliklə deyə bilərəm ki, o işlərdə sırf mərhumun qəsdən öldürülməsi əlamətləri olduğu halda o işlər intihar adı altında icraatlarına xitam verilib, bağlanılıb. Elə birinci iş nədən ibarətdir? 2021-ci il aprel ayının 24-ü Sabirabad rayonunun Cavad kəndində ailəsi ilə birgə yaşadığı evin həyətində yerləşən nar ağacının budağından özünü asdığı deyilən Səmaya Zeynalovanın işi. Ailəli idi. Bir az yaşlı övladı var idi. Ölümündən qabaq bacısı ilə danışmışdı. Normal əhval-ruhiyyədə. Bacısı ilə danışdıqdan sonra ölüm xəbəri gəlir. Ölüm xəbəri də nədən ibarət olsa yaxşıdır? Gəlin özünüzü çatdırın və Səmaya özünü həyətdə yerləşən nar ağacının budağından özünü asıb. Presipi ilə özünü asıb. Hadisə ilə bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılır. Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən. Düz 3 ay sonra həmin iş üzrə icraata xitam verilir. Prokurorluq belə hesab edir ki, Səmaya, bu 20 yaşlı Səmaya ölümündən qabaq depressiyada olub. Amma məhkəmə psixoloji ekspertizası ölümün suisidlə, yəni intiharla əlaqəsini müəyyən edə bilməmişdi. Yəni, ölümdən sonra təşkil edilmiş məhkəmə psixoloji ekspertizası mərhumun ölümündən qabaqki psixoemosional vəziyyətini müəyyən edə bilməmişdi. Bəs yaxşı, belə olan halda ekspertin bu rəyi ilə razılaşmayan prokuror hansı metodla, hansı üsulla belə bir qənaətə gələ bilmişdi ki, doğrudan da Səmaya ölümündən qabaq depressiyada olub. Və depressiyaya düşməsinin səbəbi də nə ilə əlaqələndirilib? Həyat yoldaşı Eldar Zeynalovun onu evdə, ailədə qaynatası ilə, qaynanası ilə tək qoyacağını bilərək Rusiyaya getməsinə əlaqələndirilmişdi. Güya Eldar Səmayəni evdə tək qoysaydı, Rusiyaya işləmək adı ilə getsəydi, Səmaya buna görə özünü öldürməliymiş. Bundan sarsıntı duymalıymış. Bundan depressiyaya düşməliymiş. Paralel olaraq həmçinin onu da güya istintaq müəyyən eləmişdi ki, Səmaya evli olmasına baxmayaraq evlilik müddətində başqa bir yad kişi ilə intim xarakterli ünsiyyətdə olub, danışıqlar edib. Yaxşı ki, bu danışıqlar var idisə, o zaman həyat yoldaşının Rusiyaya getməsi faktına görə Səmaya sevinməli idi, yoxsa depressiyaya mı düşməli idi? Görürsünüz necə gülünc bir məqamdır, necə absurd bir haldır. Və heç şübhəsiz, tam əminliklə deyirəm ki, bu işin üstü pullarla bağlanılmışdı, rüşvətlə bağlanılmışdı, rüşvətlə bu işin icraatına xitam verilmişdi. Yoxsa ki, belə bir gülünc, absurd qərar qəbul eləmək olardı ki, sən prokuror, istintaqçı, harada müəyyən edə bilərsən ki, bir intihar etmiş şəxs ölümündən qabaq depressiyada olmuş olsun. Bunun üçün ekspertlər yoxdur, mütəxəssislər yoxdur. Mütəxəssisin müəyyən edə bilmədiyini, ekspertin müəyyən edə bilmədiyini sən hansı üsulla müəyyən edə bildin? Elə ona görə də baş prokuror, Sabirabad rayon prokurorunun Fəxrəddin, soyadı da yadımdan çıxdı, üzürlü sayın. Sabirabad rayon prokurorunun qəbul etmiş olduğu bu qərarı, bu absurd qərarı ləğv etdi. Və iş yenidən Sabirabad rayon prokurorluğuna qaytarıldı. Eyni müstəntiqin, eyni istintaqçının icraatına qaytarıldı
Lakin bu dəfə də heç nə dəyişmədi. Yenə də eyni qərarı qəbul elədilər. Biz bu qərardan əlbəttə ki, yenə də narazı qaldıq, yenə də hiddətimizi ifadə elədik. Bu dəfə Şirvan Apellyasiya Məhkəməsinə qədər müraciətimiz etdik. Sabirabad rayon məhkəməsi məhkəmə nəzarəti qaydasına prokurorluğun qəbul etmiş olduğu o gülünc, absurd, ədalətsiz qərarla bağlı verdiyimiz şikayəti təmin eləmədi. Biz də apellyasiya şikayəti verdik. Şirvan Apellyasiya Məhkəməsi sağ olsun bizim şikayətimizi təmin elədi və iş yenidən qaytarıldı. Yenə də Sabirabad rayon prokurorluğuna əlavə araşdırmaya. Qərarda da açıqlanmışdı və mənim burada dediyim xüsusatların hər biri o qərarda Şirvan Apellyasiya Məhkəməsinin qərarında öz təsdiqini tapmışdı. Orada Şirvan Apellyasiya Məhkəməsinin qərarında ən mühüm o qeyd olunurdu ki, depressiya qənaəti sadəcə olaraq prokurorluğun şəxsi mülahizələri əsasına gəldiyi bir qənaətdir. Faktlara söykənmir, sübuta söykənmir. Belə olan halda o tip qərarın giriş hissəsində müəyyən etdim yox, fərz etdim yazılmalıydı. Necə ki, bugün bir çox cinayət işləri bilərəkdən müəyyən etdim adı altında bağlanır. Amma halbuki heç nə müəyyən olunmur. Halbuki bir cinayət işi ilə bağlı, ələxüsusda bir cinayət işi ilə bağlı, insan taleyi ilə bağlı olan bir məsələdə, bir araşdırmada həqiqətin müəyyən olunması tələb olunduğu halda prokurorluq, hüquq mühafizə sistemi həqiqəti müəyyən etməmişdi. Daha doğrusu buna təşəbbüs belə göstərməmişdi. Və bir daha bu baxımdan mən nəyi diqqətlərə çatdırmaq istəyirəm? Cinayət hüququ müstəvisində həqiqətin müəyyən edilməsi məsələsi təkcə hüquqi bir problem deyil. Yəni, ola bilər ki, müstəntiq təcrübəsiz olsun, müəyyən savadsızlıq olsun, qeyri-peşəkarlıq olmuş olsun. Yəni, bu təkcə hüquqi bir problem deyil. Ki, mən bunu həm də istisna edirəm bu cəhətdən. Bizim prokurorluq orqanlarımızda kifayət qədər peşəkar kadrlarımız var, təcrübəli kadrlarımız var, savadlı kadrlarımız var. Amma bu kifayətdirmi? Xeyr. Çatışmayan nədir? Əxlaq. Əxlaq, milli düşüncə. Əxlaq və milli düşüncənin olmadığı yerdə savadın heç bir önəmi qalmır. Nəyə görə mən bunu vurğulayıram? Çünki bir insanın, bir vəzifəli şəxsin əxlaqı yoxdursa, mənəviyyatı yoxdursa, insani duyğulardan özünü bilərəkdən məhrum eləyibsə, özünü öz nəfsinə qurban veribsə, ki, burada söhbət nədən gedir? Rüşvətxorluqdan söhbət gedir. Korrupsiya şərait yaradan hüquq pozmalardan söhbət gedir. Əlbəttə ki, o şəraitdə həqiqət müəyyən oluna bilməz. Rüşvətxorluğun və korrupsiyanın da kök atdığı bu məmləkətdə, bu ölkədə həqiqətin müəyyən edilməsi məsələsi problem olduğundan dolayı illərdir ki, valideynlər, ana və atalar, bacı və qardaşlar, qohumlar prokurorluq qapılarında ədalət axtarırlar. Bir prokurorluğun qərarı ki, 3 dəfə ləğv olunur. Bir dəfə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə, 2 dəfə isə baş prokurorun qərarı ilə və iş bir prokurorluqdan alınır, verilir başqa bir rayon prokurorluğuna. Orada da araşdırma gedir. Amma yenə də həqiqət müəyyən olunmursa, bunun adı formalizmdən başqa bir şey deyil, dəyərli dostlar. Bəli, Azərbaycanda hüquqi nihilizm mövcud olduğundan, hüquqi nihilizm kök atdığından, hüquqi nihilizm bütün idarəçilik sahələrini əl-əxsusda insan hüquq və azadlıqları ilə bağlı olan məhkəmə hakimiyyəti sahəsini açıq aydın əhatə etdiyindən və institutlaşdığından Azərbaycanda həqiqətin müəyyən edilməsindən söhbət gedə bilməz. Burada yalnız fərziyyələr işləyir və bunların öz həqiqətləri var. Elə şəxslər var ki, törətmədiyi cinayətlərə görə həbs olunurlar, onu həqiqət kimi cəmiyyətə sırayırlar. Bu şəxslə bağlı həqiqət məhz bundan ibarətdir. Bu şəxs bu cinayəti sən demə həqiqətən də törədibmiş. Və buna görə illərdir ki, içəridə çürüyən insanlar var. Haqqı olan, azadlığından məhrum olan insanlar var. Keçən həftə biz burada Dövlət Neft Akademiyasına baş vermiş terror aktı ilə bağlı müsahibim Erasun Oruçlu ilə danışdıq. Canlı yayım etdik burada. Sizləri bir daha bu hadisə haqqında bilgiləndirdik. Deyilməyənləri dedik, bilmədiklərinizi sizə çatdırdıq. Və bilinən bir məsələ var ki, bilinən bir məqam, fakt var ki, 16 ildir ki, bu terror hadisəsinə görə bir erməni əsilli şəxs Qumaşyan Mardon Qriqoryeviç axtarışdadır. Interpol xətti ilə axtarışdadır. Amma biz sorğular vermişik, cavablar əldə eləmişik ki, bu şəxsin adı ümumiyyətlə heç vaxt axtarışda olmayıb. Və bu şəxsin özü ilə mən müsahibə təşkil eləmişəm. Bakıdan jurnalist göndərmişəm. Gürcüstanda bu erməni əsilli adına da baş vermiş terror hadisəsinin sifarişçisi kimi adı keçən şəxslə müsahibə biz götürmüşük. Adam deyir ki, məndə $50.000 hardandır ki, mən belə bir terror hadisəsində
sifariş edə bilim. Adi bir təsərrüfatçıdır, kənd təsərrüfatı ilə məşğul olur. Çörək bişirir oğlanları ilə bərabər. Amma 16 ildir ki, sizə bu yalan həqiqət kimi sırınır. Həqiqət kimi yalanlar sizlərə həqiqət kimi sırınır. Ona görə də mən boşuna demirəm ki, Hürriyyət TV-yə abunə olun. Çünki burada əsl həqiqət, gerçəklik sizin diqqətinizə çatır. Görün, həqiqət anlayışı, həqiqət məhfumu o qədər ucuzlaşdırılıb ki, mən həqiqət sözünün qarşısına əsl həqiqət, əsl sözünü artırmağa məcbur qalıram. Çünki həqiqəti Azərbaycanda təhrif ediblər. Həqiqət anlayışı Azərbaycanda degradasiyaya məruz qalıb. Bu canlı yayımlarımızı bəyənin, paylaşın ki, sizlərə əsl həqiqətlər çatdırırsın. Çünki biz sizə o yalan danışanlardan fərqli olaraq dəyər veririk. Azərbaycanın gələcəyini düşünürük. Azərbaycanın bugününə, sabahına və gələcəyinə önəm veririk. Biz həm də tənqid edirik bəli burada. Soydaşlarımızı, millətimizi, cəmiyyətimizi tənqid edirik. Çünki biz millətimizi sevirik. Ona görə tənqid edirik. Tənqid etmək o demək deyil ki, biz sizdən nifrət edirik. Xoşumuz gəlmir. Elə bir şey yoxdur.